Birinci sualın təyin oblastını tapaq. 7x çıx x kvadrat çıx 10 böyük bərabər 0. Mənfiyə vururam. Toplayanda 7 vuranda 10 hansı ədədləri idi? 2, 5. 5. Deməli bizim x-larımız 2-5 arasındadır. 2-5 arasındakı ədədlərdən 5 çıxanda mənfi eləyir, yoxsa müsbət? Mənfi 5 bölü Mənfi eləyir. 5 Ona bölü görə sıfırın mənfi müsbətinin fərqi yoxdur axı əzizim. Aydındır. Bəli. O bir dənə nöqtədə önəmli yoxdur. 5-dən balaca ədədlərdən 5 çıxanda mənfi eləyir deyə onu mən mənfi 1-ə vurub açıram. Üstə 2-5 arasındakı ədədləri 2-yə vurub 2/1 ilə toplayanda təbii ki, müsbət eləyəcək. Ona görə onu olduğu kimi açıram. Amma 2-5 arasındakı ədədlərdən 2 çıxanda müsbət eləyəcək. Yəni elə bu 2 çıxılsın 2 kimi açılmalıydı. Öndə mənfi var. Belə. 2x çıx x, x çıx x, x-lar getdi. 7/1 istəyir, 9/1. Çətindir yoldaşlar.